26-cı suala baxaq. Deyir, şəkildə verilmiş lent qrupu hansı lent tabına aiddir? 2009-da bağlıdır. Bu lent qrupu əsas tablara aid deyil. Çünki burada söhbət sətr və sütundan gedir. Row, sətr deməkdir, kolumda sütun deməkdir. Demək, burada cədvəl var ki, cədvəlin sətr və sütunundan gedir söhbət. Cədvəl də əlavə edəndə Word-də 2 dənə tab açılır. Gözünü göstərirəm. Bircə dəqiqə. Demək, baxın, mən insert tabından gəlib bura cədvəl əlavə edirəm. Cədvəl əlavə edəndə 2 dənə tab açıldı. Bir table design tabı, bir də layout tabı. Bizdə verilən, baxın, bu table design tabında olan bu lent qrupudur. Table, stylus options. Nələr var? Header row, total row, banded row, first column, last column, banded columns. Bunlar da hamısı yerləşir əlavə kontekstual tab olan table design tabında. Yəni əlavə tabdır bu demək istədiyim. Ona görə də birinci sualda cavabımız olacaqdır A variantı, design tab. Bu table design da gedir, design yazıla bilər. Yəni hər iki halda da doğrudur. Ümumən yadımıza saxlayaq. Cədvəl əlavə edəndə əlavə olaraq bir də layout tab açılır. Layout tabının da özünün lent qrupları var. Hətta biz bundan əvvəlki üsulləri işləyəndə oradan sual düşmüşdü data lent qrupu. Bu şəkildə. Və ya alignment lent qrupu. Və yaxud da ki merge lent qrupu. Merge aid bizim hətta misallarımız da var idi ki, merge serisi əmrini kliklədikdə nə baş verir, split serisi kliklədikdə nə baş verir. Eyni şəkildə rows, columns lent qrupu var. Table, draw və s. Bunlar da hamısı yerləşir əlavə layout tabında. Bu haqda kitabda da məlumat var. Nə üçün kitabda da belə məlumatları qeyd edirlər? Çünki buradan suallar düşür. Sırf cədvəl əlavə edəndə 2 dənə tab açılır. Verilən sual da elə həmin hissədən idi. Gəldik 27-ci suala. 27-ci sualda bizdən dövrlərin sayını istəyir. X-in yerinə verilib 15, x bərabərdir x minus 5-ə. Yəni burada artıq olacaqdır, 15-dən 5 çıxacam, qalacaqam. Düşəcəm aşağı. X-in yerinə qoyacam 10. 10 kiçikdir 5-dən. Yox. Geləcəm yoxa. Artıq bir dəfə dövr etmiş oldum. Yazdım bir kənara 1. Növbəti gətirib yenə də yoxlayıram. Ondan çıxacam son qiymətdən 5-i. Alacam 5. Gətirib şərtdə artıq x-in yerinə qoyuram 5. Yazıram 5. 5 kiçikdir 5-dən. Yox. Yenidən qalxıram yuxarıya. Artıq bir dəfə də dövr etmiş oldum. Növbəti gəlirəm bura. Artıq 5-dən 5 çıxanda alıram 0. Gətirib x-in yerinə qoyacam 0. 0 kiçikdirmi 5-dən? Bəli. Gələcəm artıq həyə. Və mən cəmsi 2 dəfə dövr etmiş oldum. 2 dəfə. Bu sualda arxada cavab səhv verilibdir. Yəni bunu öncədən bildirim. Arxada cavabı səhvdir. Arxada cavab verilibdir, 3 dəfə dövr olunur. Amma xeyr, burada cəmi 2 dəfə dövr olunur. Mənim üçüncüdə yoxa getdiyinə görə götürmürük də, 2 götürürük. Yox, həyə gedir. Dövr olunur, axı yoxa getmir. Nədir? Yoxa Həyə gedir. getsəydi, hə, dövr etmiş olardı. Dövr nədir? Dövr yəni bildiyimiz dövr etməkdir. Amma 2 dəfə biz dövr etdik. Hə, artıq çapa getdiyinə görə biz onu götürürük. Bəli. Həyə gedirsə, bu artıq budaqlanana gedir. Dövrə getmir axı. Dövr alqoritmi olmur, yalnız həyə gedir. Gəldik 28-ci suala. 28-ci suala belə deyək də, eynisini biz işləmişdik. Üsi neçədəydi? Üsi 5-dəydi səhv etmirəmsə. Eynisi idi. Deyək ki, hansı görünüş rejimində lent interfeysində nə lazım əmrləri öz üzərində saxlayan əlavə bir lent başlığı artırılır. Biz bunu keçmişdik ki, bu outline görünüş rejimi idi. Gəlin Word-də görünüşlərə baxaq. Word-ün görünüşləri read mode, print layout, web layout, outline və draft. Yalnız outline görünüş rejimində əlavə olaraq bu yuxarıda tab açılır. Outlining lent tabı.
Amma digər görünüş rejimlərindəsə, baxın read modda açılmadı və yaxud da ki, web layoutda əlavə tab açılmadı. Draftda açılmadı, amma outline-də isə açıldı. Bu da outline lent qrupu. Bu da düşən sual idi, təkrar sualdır. Oldu D variantı. Gəldi 29-cu suala. 29-cu sualda deyir ki, Excel 2019-da C3 xanasına yazılmış düstur hansı variantda heç bir xanaya keçirilə bilməz? Gərək burada variantları bir-bir yerinə qoyub yoxlayaq. Yəni A variantını qoyaq, B-ni, C-ni, D-ni və Y-ni. Gəlin A variantını yoxlayaq görək. Nə alacağıq? Demək, bizə verilibdir C3 xanasının düsturu. C3 xanasının düsturu dollar A2 toplansın C1 toplansın dollar B dollar 5. Tələb olunur ki, bunu köçürdək. A variantının elə birincisini yazacağım A2-yə. Görə A2-yə köçürəndə necə olacaq? C-dən A-ya 2 vahid azalır. 3-dən 2-yə də 1 vahid azalır. Bərabərdir. Dollar. Demişdik ki, dollar nəyin qabağındadırsa o dəyişməz. A sütun olduğu kimi qalacaq, amma sətr dəyişəcək. 3-dən 2-yə 1 vahid azalıbsa, deməli 2 də 1 vahid azalacaq, olacaq 1. Toplansın. C-ni 2 vahid azaldacam. Olacaqdır A. Amma mən burada C1-in heç vaxt azalda bilmirəm. Niyə? Çünki 0 sətri yoxdur. C1-dən əvvəl tutaq ki, C0 gələrdi da, amma C0 deyilən bir xana yoxdur. Bu zaman artıq köçürülə bilməyəcək və bizə verəcək ref xətası. Demək, biz buradan bildik ki, A2-yə köçürülə bilməz. Bəs baxaq görək A3-ə köçürülə bilərmi? İndi ona baxaq. Bu dəfə köçürəcəm eynisini artıq A3-ə. A3. C-dən yenə A2 vahid azalır. 3-dən 3-ə 0 vahid, yəni azalmır, bərabərdir. Dollar A olacaqdır 2, toplansın C1. Çünki sətr dəyişmir. Toplansın dollar B, dollar 5-də olduğu kimi qaldı. Biz burada bildik ki, A2-yə köçürülmədi, amma A3-ə köçürülə bildi. Ona görə A variantını cavab kimi götürməyəcəyik. İndi mən doğru cavabı yoxlamaq istəyirəm. Bu sualı çox işlətmişəm deyə doğru cavabı bilirəm. Mən bir dəfə yoxlayacağam. Burada C variantını. Mən bir dəfə C variantını yoxlayacağam. Çünki zaman çox getməsin deyə bir dəfəlik düzgün cavabı yoxlamaq istəyirəm. Normalda imtahanda olsa siz gərək bir-bir yoxlayasınız. A1-ə köçürdürəm. Bax, sütun 2 vahid azalıb, sətr də 2 vahid azalıb. Biz bildik axı, sətr azala bilməz. Ona görə də C1-i köçürə bilməyəcəm, deməli A1-ə köçürülə bilməz avtomatik olaraq. Və ya o da ki, C2. C2-yə də köçürülə bilməz. Nə üçün? Çünki bax, 3 burada, bax, təsəvvür edin ki, belə yazıram da. Buraya yazıram C2, düzdürmü? Sütunum azalmır, amma sətrin bir vahid azalır. Olacaqdır dollar A1 toplansın. Buradakı 1 yenə də azala bilməz axı. Ona görə də yenidən bizə xəta verəcək, ref xətası. Bir sözlə Hocam, hər ikisi köçürülə bilməz. Olacaq bunu C variantı. göstərmə imkanınız var. Gərək bunları yazın. Mən heç cür bunu anlaya bilmirəm ki, bu nə deməkdir? Bu köçürülmə bilirsən nədir? Yox. Biz tutub, məsələn, Excel-də, gözlə bir dəqiqə, bizim bu zoomumuz hardadır? Mən normal İmtahan onu ədəd kimi başa düşmüşəm. Özümdə ədəd oxu kimi qavrayıb başa düşmüşəm ki, geriyə qayıtmaq olmaz belə bir şey. Bax, tutaq ki, bura ədədlər yazıram. 4, 5, 6 və yaxud da 7. Bərabər ifadəsini qoyuram. Aha. Yazıram bura.
Bu xana dollarla yazacağım. Toplansın. Bu xana enter düyməsini klikləyəcəm. Və gəlib mən bunu aşağıya doğru sürükləsəm, digərlərində qiymətlərini hesablayır. Bax, Aha. görürsən artıq burada beyan yazdı. Bəli. Başa düşdün nə demək istəyirəm? Aha. Hə, şəs, bu indi geriyə gedə bilməz dediyimiz şey yuxarıya doğru mu gedə bilmir? Bəli, bəli. Bax, bilirsən nədir? Mənim birdən əvvəl heç bir xanam yoxdur. Fikir ver, sətrim yoxdur. Aha, Mən yuxarıya doğru artıq köçürə bilmirəm bunu. doğru. Aşağıya doğru köçürə bilərəm sadəcə. Okey. Başa düşdün Aytən? Məntiq Yəni elə bax budur. mən artıq bax belə eləsəm, artıq o bax yoxdur axı. Bura qədər gəlir. Düzdür? Artıq bu D1-dən oyanası yoxdur. Bax qalxmır axı yuxarıya. Hə, düzdür. D0 xanası yoxdur, yəni onu demək istəyirəm. Və yaxud da ki C1-dən oyanası yoxdur. Fikir ver, yoxdur. Yəni köçürülməyəcək. Artıq mən var burada tutaq C2 köçürmək istəsəm, orada C0 yaranır. O da köçürülə bilməz. Tema Hmm. tutdun Aytən? Hə, hə. Ümumi olaraq Də tutduğum. dəqiq olsun. Bunu anladım. Bu Excel'de gösterdiğinizi anladım. Zaten bunu bilirdim. Bu şeyi anlayabilmirəm bir tərəfdən. Bu buradakı bir misal var ya sizə verilən. Aha, bəli, bəli. Deyir, Buradakı hansı yəni xanalara köçürülə bilməz. Yəni mən hansı xanaya köçürsəm, o düsturu hesablaya bilməyəcəm. Çünki yuxarıya qalxıraq, C3-ün özünün funksiyası verilibdir. Mən bu düsturu köçürürəm A1-ə və C2-yə. Bu zaman artıq biraz dəyişikliklər olacaq. yəni o halda belə baxanda bu sizin variantlara ən balaca olanı köçürə bilmərəm deməkdir də məntiqlə. Yəni o Ən birlərini balaca, bax, belə deyim də, bax, bu xananın funksiyasına bax. Dollar B, dollar 8 toplansın B9. Bu xanaya bax, Hı hı. B10. Bu xanaya bax, özündən bir vade aşağıya doğru sürükləmişəm axı, B11. Bura bax, Aha, yanaşıya doğru sürükləmişəm, S9 yazılıb. Burada yanaşıya doğru sürüklədim, D9 yazılıb. Hansı funksiyanı, bax, bu iki dənə funksiyanın birləşməsini. Bu iki dənə xananın birləşməsini. hə, bilirsiniz nə demək istəyirəm? Məsələn, sizin orada izah elədiyiniz var ha, cavablar hissəsində. Aha, bəli, bəli. Bizdə ki, məsələn, bunları bir-birində eləməlisiniz də. Sizin dediyinizlə mən götürəndə fikirləşirəm ki, ən balaca olanı, məsəl üçün, bax burada ən balaca olan bu ikisidir də, zaten A1, C2. Yəni yanında D2 də olsaydı, nə bilim, Y2 də olsaydı eyni şey olacaqdı da. Bəli, Geri bəli, bəli. Çünki sətir, bax, 3-dən 1-ə doğru gedib axı. Yəni, buradakı bu sətir hissəsi az ola bilməz. Bax, bu Hı, sətir hissəsi az ola bilməz. Bax, bu hissə, bax, burada 1 yazılıb da, düzdür. Bu biraz ala bilməz axı. doğru. Çünki 3-dən 1-ə gəlib. Yəni hesablamadan da zaten onda baxanda onu təyin eləmək olar. Yoxsa Bəli, yox? bəli. Yox. Və Hə. yaxud da ki, bax, belə deyim də, 3-dən 1-ə deyirəm. Bax, 3-dən bax, burada 1-ə gəlib, düzdür. Bir dəqiqə. Səsiniz gəlmir mənə. Səsimi eşidirsiniz indi? Hı. Gəlir? Gəlir. Hə. Tamam, bax, burada C3-dən A1-ə köçürəndə sətir 2 vaid azalır. Düzdür. Amma bu 1-2 vaid azala bilməz. Sətir dəyişmir, sütun qalxır yuxarı. Sütun bəli qalxır yuxarı. Hı hı. Tamam. Məncə anladım. Əslində sətir də qalxır ha, yuxarı. Çünki 3-dən 1-ə gedibdi. Sətir də qalxır yuxarı. Amma buradakı bu 1 qalxa bilmir yuxarı. Bax, bu 1. Bax, bu 1 qalxa bilmir. Birdən sonrası yoxdur axı. Ona görə qalxmır da Bəli, mən. ona görə də xəta verəcək. Anladım. Tamam. Teşekkür ederim. Buyur. Gəldik axtarış sistemlərinə. 30-cu sual. Bir var axtarış sistemləri, bir də var brauzer proqramları. Bunları da xatırlatmaq üçün
Yenidən gəlirəm. Qlobal şəbəkələrin bizim üçün verilən belə slaydına. Qlobal şəbəkəyə daxil oluram. Həm axtarış sistemlərini göstərəcəm, həm də brauzer proqramlarını göstərəcəm. Çünki bunlar da çox qəbula düşən suallardır. Yazır axtarış proqramları hansılardır və yaxud da ki, brauzer proqramları hansılardır. Baxın, bunlar bizim axtarış proqramlarımızdır. Google, AltaVista, Yahoo, Baidu, Yandex, Bing, Rambler, Ask. Bir də ilk axtarış saytı olan Arşiv. Bunlar axtarış sistemləridir. Bir də var yalnız brauzer proqramları. Brauzerə aiddir Mosaic, Google Chrome, Mozilla, Opera, Maxton, Safari, Amigo, Yandex brauzer. Bunlar artıq brauzerdir. Bizdən istənilən axtarış sistemləridir. Deməli, AltaVista, Rambler, Yahoo. Elə Y variantıdır. Ask, Mosaic, Opera bunlar. Burada Opera brauzerdir. Sonra Yandex, Safari, Maxton bu brauzerdir. Pinterest sosial şəbəkə proqramıdır. Google Chrome da brauzerdir. Google'un özü axtarış sistemidir. Google Chrome isə brauzer proqramıdır. Bu da belə. Gəldik 31-ci şəkil. 31-ci şəkil deməli Sparklines lent qrupudur. Sparklines niyə görə? Mən Excel-i keçəndə bildirmişdim ki, xananın daxilində diaqram yaratmaq olur. Insert tabına daxil olduqda biz həqiqətən də görərik ki, burada Sparklines lent qrupu var və əmrləri line, column, win və loss-dur. Tutaq ki, mən gəlirəm, bu ədədlərimi seçirəm, bax bu şəkildə. Line-ı klikləyirəm, deyirəm ki, bu verdiyim diapazonun diaqramı qurulsun F3 xanasında. OK düyməsinə kliklədim. Nə oldu? Gəldi F3 xanasında həmin verdiyim diapazonun diaqramını qurmuş oldu. Bu da adlanır Sparklines lent qrupu. Bu belə. Gəldik 32-ci suala. Aşağıdakılardan hansı IP ünvan ola bilməz? IP ünvan necədir? IP ünvanda ədədlər 0-dan 255 aralığında dəyişə bilər. 255-i aşa bilməz. A variantı doğrudur. Sonra B variantı 256 yazıbdır. Ola bilməz. Yanlışdır. C doğru, D doğru, Y də doğrudur. Amma B variantında niyə 256 yazılıb? Ola bilməz. Ədədlər 0-dan 255 aralığında dəyişməlidir. Müəllimə, burada 4 hissədən ibarət olmalıdır elə Bəli. IP ünvanı. IP ünvan 4 hissədən ibarət olmalıdır. Hər bir hissədə yaddaşa bir və Nöqtə olmaz. Sonda da nöqtə olmaz. sonda da bəli nöqtə olmaz. Hər bir hissədə ədədlər 0-dan 255 aralığında dəyişməlidir. Gəldik 33-cü suala. Susmaya görə yeni yaradılan təqdimat faylının adı nə olur? Ümumiyyətlə bilmək lazımdır ki, PowerPoint-də sənədin adı olur, presentation yeni yaradılan sənəd. Bax, yeni bir sənəd yaradıram. Yuxarıda susmaya görə veribdir. Susmaya görə hər dəfə bildirirəm, yenə bildirəcəm nə deməkdir. Susmaya görə sveji hala, təzə hala. Sən ilk proqrama necə daxil olursansa, o proqram səni necə qarşılayırsa, onun sveji halıdır, təzə halıdır. Susmaya görə olan halı adlanır. İndi bizə verib burada baxın sənədin adını yuxarıda presentation. Deməli susmaya görə sənəd mənim adını qarşıladı presentation ilə. Bu Excel-də bookdur. Excel-də book idi, Word-də Hə. dokument idi, Access-də də Dokument. database. Ha. Gəldi 34-cü suala. Bax, bu Aytənin verdiyi sualdır, bax. Yenə də sürüşdürmə ilə bağlı. Bax, B2-dən C4-ə köçürülmə baş verir. B-dən C-yə sütun 1 vaat artır. Sətrim isə 2 vaat artır. Deməli, burada dollar A olduğu kimi qalacaq, çünki A-nın qabağında dollar var. Sətrimi 2 vaat artıracam, olacaq 4. Toplansın. Hər ikisinin qabağında dollar var deyə olduğu kimi qalacaq və toplansın. C2 yazılıbdır burada. C olacaqdır D. Niyə görə? Çünki sütun 1 vaat artır. Sətrim də 2 vaat artıbsa olacaq 4 və demişdik ki, sabit ifadələr olduğu kimi qalır. Bir də sonda olduğu kimi qalacaq. Görə belə cavablarda oldu. Dollar Deyəni bir də adı. deyin. necə? B variantında.
Ha, D niye oldu? Ben burada D variantını götürmüştüm. D4 niye oldu ki C4 olmadı? Bax, B-dən C-yə köçürülüb baxı. Pərvin. Ha, B'den B-dir, C'ye. bu C. Bunun cədvəlini də çəkdim ya müəllimə. Pərvin, sən B-dən güllə C-yə köçür. dəyməsin. Orada dollar işarəsini niyə dəyişib 4 eləmisən bala? O dəyişmir Harasını axı. dəyişmişəm? Dollar Dəyişməmişəm axı TL. heç birini. Yox, onu D demir. variantı. Deyir ki, niyə görə burada C4 olmur? Onu A-nın demirəm. qabağındadır da. 2-nin Onu qabağında demirəm, deyil ki. müəllim. Onu demirəm. D variantında Altı görmüşdünüz. oldu. İkinci hissə Dollar. dollar B, Bir dollar qalmadı. 4. O dəyişmir. O Dəyişmir. yuxarıda bir daxı. Ay, sağ ol. Hə. Mən A4-ü görmüşəm deyə heç B4-ə baxmamışam. İkili Düz güclü deyirsən. say. İnternet gedir gəlir yoxsa ki müəllimdədir. Yox, müəllimənin səsi gedir gəlir. Burada avtomatik B olanları Heç onu fark silirsən. etməmişəm. Ay, Aysel. Bunu Hə, imtahan çünki götürən vaxt eləmişəm. dollar olanda dəyişmir. Bilirəm, hə onu bilirəm. Prosta burada gördüm A-nın 4-ü dəyişir də, 4-ü götürdüm. Bu tərəfdə heç ona fikir verməmişdim. Oldu. B2. Hə, 4-ə gəlir yaxı. C4-ə gəlir. Başa düşdüm. Bir daha qızlar, bəyək bundan qabaqkında mən o dərsdə olmamışdım deyəsən. O yuxarıda Sual biri başa var idi. düşüldü. Hə, başa düşdü ya Okey. mən. Baxaq 35-ə. Demək, hansı görünüş rejimlərində haiç slayd əmri yerinə yetirildikdə slayd nömrəsinin üzərinə çarpaz xətt çəkilmiş olur? Bu da çox qəşəng sualdır. Bunu da tətbiq edib göstərəcəm. Görəcəksiniz ki, necə maraqlıdır. Baxın, mən PowerPoint proqramındayım. Və gəlirəm buradan slideshow-dan. Gəlirəm hide slide edirəm. Bax, burada görürsünüz, birinin üstündən xətt çəkildi. Qoy yaxınlaşdırım, baxın. Bax, nə oldu? Hide slide elədim. Gəldi, birinin üstündən xətt çəkildi. Gördünüz? Bax, Bəli. xətt çəkildi. İndi mən gələcəm. Baxacam, görəm. Hansı görünüş rejimlərində xətt qalmış olur. Baxın, daxil oldum view-ya. Bu normal görünüş rejimidir. Normalda belə çarpaz xətt çəkilir. Outline view-ya daxil oluram. Görürəm, birinin üstünə xətt çəkilmədi. Start sorter-a daxil oluram. Xətt çəkildi. Notes page-də yoxdur. Reading view-da da yoxdur. Deməli, yalnız hansı görünüş rejimlərində xətt çəkilmiş oldu? Bir slide sorter-da, bir də yalnız normalda. Görə elə cavabımız var. Görək, həmin sual neçənci sual idi? 35. Bir normalda, bir də slide sorter. 3, 4. Var. C variantı. Növbəti baxaq 36-cı sual. Verilənlər bazasında sütun başlıqlarının hansı ad verilir? Sütun başlıqları adlanır atributlar. Bəli, sütun başlıqları atributlardır. Bunu da yenidən daxil olmaq istəyirəm verilənlər bazasına. Göstərmək istəyirəm ki, o hardadır. Hər dəfə bu verilənlər bazasının slaydını açmalıyam. Hər dəfə də göstərməliyim. Baxın, bu bizim sxemimizdir. Nə yazılıbdır? Nisbət fayl, cədvəl, atribut, cədvəlin sütunun başlığının adı, atribut, kortej sətir, domen, sütun, mahiyyət, informasiya obyekti, nisbətin sxemi, nisbətin adı və yaxud da ki, atributların siyahısı, açar bir və ya bir neçə atribut. Sonra nisbətin gücü var, kortejlərin sayı, nisbətin qüvvəti də ki, domenlərin sayı. Verilənin tipi də ki, domendəki elementlərin qiymətlərin tipidir. Deyəsən onu mənə göndərməmisiniz. Onu da mənə göndərə bilərsiniz. Onu tamam. Dərsdən sonra yazarsan, sənə slaydları ataram. Slaydları bəzən- atmamışam deyəsən, hə. İndi baxaq bu suala. Klaster məsələsi. Sadə mətn redaktorunda hazırlanmış 3072 baytlıq informasiya diskdə neçə kilobaytlıq yer tutur? Klaster məsələsidir bu da. Gəlin biz birinci baytı çevirək kilobayta. 3072 bayt.
3 kilobaytdır. Kilobayt elətdə. Bilirik də nə üçün? Çünki 3072-ni bölərik 1024-ə. 1024-də. Aldıq 3 kilobayt. Bizdə də bir klasterin həcmi 4 kilobayt verilibdir. Baxın, 3 kilobaytlıq bir fayl özündən sonra gələnə 4-ə bölünən ədəd qədər yaddaşda yer tutur. 3-dən sonra gələn 4-ə bölünən ədəd eli neçədir? 4-ün özüdür. Deməli 3 kilobaytlıq bir fayl kompüterin yaddaşında 4 kilobaytlıq yer tutur. Necə olur? Deməli, bir dediyin o. Bax, əlimizdə 3 kilobaytlıq bir fayl var. Hə. Bir klasterində həcmi 4 kilobaytdır. Aha. Bu fayl heç vaxt özü qədər yaddaşda yer tutmur. Klasterlərin sayı qədər yaddaşda yer tutur. Demək, 3-dən sonra 4-ə bölünən ədəd qədər yaddaşda yer tutacaq. Çünki bir klasterin həcmini 4 verib. 3-dən sonra gələn 4-ə bölünən ədəd hansıdır? Elə 4-dür. Bunu istəyirəm ki, daha yaxşı başa düşməkdən ötəri belə bir sənədim var. Həmin sənəd üzərində də baxaq. Məsələn, baxın, mənim belə bir sənədim var. Və sənədin istəyirəm ki, özəklərinə baxım. Yazılıb ki, sənədin size 111 kilobayt. Amma size on disk 4 kilobayt. Bu özü ölçüsü 211-dir, amma diskdə yaddaşda tutduğu yer 4 kilobaytdır. Disk dediyimiz HDD-dir. Yəni HDD, D diski, C diski. Yəni bir faylın heç zaman belə deyək də, öz həcmi özü qədər yaddaşda yer tutmur. Klasterlərin sayı qədər yaddaşda yer tutur. Məsələn, əlimdə var 5 kilobaytlıq bir fayl. 5 kilobaytlıq bir fayl özündən sonra gələn 4-ə bölünən ədəd qədər yaddaşı yer tutacaq. 5 kilobaytlıq bir fayl yaddaşı yer tutacaqdır özündən sonra 4-ə bölünən ədəd qədər, yəni 8 kilobayt. Bir sözlə 2 klaster qədər yaddaşda yer tutur. Bu belə. Kiminsə bu klaster məsələ ilə bağlı sualı varsa buyurub verə bilər. Sonra gələk. Burada cavabı tapdıq 4. Başa düşməyən oldu bu sualı. Müəllimə, onu elədim. Prosto mən axıra kimi götürə bilmədim. Ona görə biraz məndə çaşqınlıq yarandı variantda. Bax, Məsələn, yadını çevirdim saxla, burada kilobayta. verilən klasterin həcminə bax. Klasterin həcmi 4 verməyib. Verilən Bəli. ədəd özündən 4-ə bölünən ədəd qədər yaddaşda yer tutur. Bəli. Məsələn, 9 kilobaytlıq bir fayl özündən sonra 4-ə bölünən ədəd qədər yaddaşda yer tutur. Demək, 12 kilobaytda kompüterin yaddaşında yer tutacaq. 12 4-ə bölünür də ona görə. Bəli, 9-dan sonra 4-ə bölünən ədəd 12-dir. Bəyənməm. Bu da 3072 bayt edə çevirdi kilobayta 2 kilobaytdan tapaq. Gəldik protokola. Protokol şəbəkədə kompüterlərin bir-birli ünsiyyət dilidir. Görə elə bir şey var. Şəbəkədə kompüterlərin bir-birli ünsiyyət dili C variantı. Protokol. Biz protokollar keçmişdik. TCP/IP protokolları. Elektron poçt protokolları, SMTP, POP3 və IMAP. Növbəti Müəllimə, gəldik. üzr istəyirəm, sözünüzü böldüm. Buyur. Mənə imkan vermirlər indi izləməyə. Rekordu dərsdən sonra ata bilərsiniz, zəhmət olmasa qrupa. Hə, təbii ki, kim imkan vermir qələmzər. Uşaqlar, evdəkilər. Biri Hə, yemək evdəkilər. istəyir, biri nə bilmək istəyir. Hə, heç nə olur. Olur. Oldu, çox. Buyur. Demək, baxın bu suala. Biz burada nələrə diqqət eləməliyik? Rows, columns, line. Aha. Demək, rows sətir deməkdir. Sətir. Column sütundur. Linear ədədi silsilə. Rows isə həndər silsilədir. Həndəsi. Burada step value atdım. Stop value isə son qiymət.
Bizə verilən sütun üzrədir. Sütun üzrəni çünki seçibdir. Sütun üzrə artır. Sütunumuz belədir. Sətrimizdə belədir. Bax, buraya yazıram sütun. Burada yazıram sətr. Bu sütun üzrə artır və ədədi silsilə qədər artır. Ədədi silsilə nədir? Vahid qədər artım. Həndəy silsilə dəfə qədər artımdır. 5-i 3 vaid artıracam. Bura düşəcəkdir 8. 3 vaid artıracam 11. 3 vaid artıracam 14, 17 və 20. Artıq belə deyək də, 20-nin üzərinə 3 gələndə 23 alıram. Amma mənim son qiymətim 22-dir. 22-ni aşa bilməz. Elə qiymət burada 20-də dayanacaq. 20-nin də düşdüyü xana olacaqdır A6 xanası. Bu 6, bu da A. A6 xanası. Biz oradakı addımla hesablamırıq. 3 addım gəlmirik, yoxsa necə? 3 addım, 3 addım gəldim, bax. Ha, 5 3 idi, gəl. oldu 8. Sonra 11, 3 vaid artırdım 14, 3 vaid artırdım 17, 3 vaid artırdım 20. Oldu A6. İndi baxaq bu 40-cı suala. Aksesdə sorğu tipi deyil. Bunu da göstərmək istəyirəm sizə kitabda. Deməli, baxın. Yazıb ki, aksesdə sorğuların 4 tipindən istifadə olunur. Bunlar seçimli, çarpaz, birləşmə və parametrlərdir. Seçimli, çarpaz, birləşmə, parametrli. İndi D tipi deyil. Seçimli var idi, parametrli var idi, birləşmə var idi. Sonra çarpaz var, amma mövqeli isə yoxdur. B variantı. Növbəti gəldik. Mövqeli say sisteminə aid deyilmi? Necə? Mövqeli Mövqeli say sistemlərindədir, bəli. Gəldik 41-ci suala. 41-ci sualda deyir ki, bu window length qrupu Word-də harda yerləşir? Daxil olaq Word-ə və View tabına. View tabına daxil olduqda görərik ki, window length qrupu View tabında yerləşir. Pəncərələrlə bağlıdır bu length qrupu. Olacaqdır cavabımız View tabı. Sonra deyir, cari slayddan təqdimatın nümayişinə başlamaq üçün hansı length tabından istifadə edilir? Cari slayddan başlamaq. PowerPoint-a daxil oluruq və slideshow-ya. Slideshow-da nə yazılıbdır? From current slide. Cari slayddan başlamaq. Cari slayddan başlamaq üçün istifadə olunan tab slideshow tabıdır. C variantı. Növbətə gəldik yenə bu piksel məsələlərində. Hər bir qəbul sualında var bu piksel məsələsi və hər dəfə biz bu piksel məsələlərini işləyirik. 43-cü sual. Deyir 128-in 128 ölçülü ağ-qara. Ağ-qara deyən kimi ağlımıza ilk gələn olmalıdır monoxrom. Monoxromda da bir pikselin yaddaşa tutduğu yer 1 bitdir. Və bizim düsturumuzda bərabərdir. Həcm bitli ifadə olunur. Bərabərdir A vurulsun B vurulsun N-ə. Piksellərin sayı verilmişdir 128-in 128-ə. Yəni 2 üstündə 7 vurulsun 2 üstündə 7. Kiçik N-in də verilmişdir 1. Всё. Bunu hesablayaq. Bu bizə verir 2 üstündə 14 bit. 2 üstündə 14 bit.
Amma görürəm ki, 2 üstündə 14 bit yoxdur. Gəlin biz bunu çevirək bayta. Bitdən bayta keçəndə 8-ə bölürlər. Yəni 2-nin kubuna. 2-nin kubu da 2 üstündə belə deyək də 2 üstə 14-dən 2-nin kubu gedəcək. Qalacaq 2 üstündə 11. 2 üstündə 11 bayt. 2 üstündə 11 də bizə verir 2048. Cavabımız olacaqdır 43-də Y variantı. Başa düşməyən oldusa desin 43-cü sualı. Sonra Beni işlədim Kitabda var, ama. hə? necə? Yox, Aytən yoxdur bunlar. Bu Kitabda kitabda yox. Kitabda sadəcə Hesapladım. düstur verilib. düsturu hesablaya bilərəm də, yəni Düsturu hesablamaq üçün biləsən ki, bu AB-nin qiymətidir. Yəni eni ilə uzunluğundakı piksellərin qiymətidir. Ağ-qara da deyilərkən monoxrom nəzərdə tutulur. Bu da kitabda verilmişdir. Ağ-qara monoxromu yaddaşa tutduğu yer. Bir bit. Deməli, bir dənə bir şey soruşmaq. 2 üstü 3'ü hardan aldıq? Onu bir dənə tutuşdura Bitdən bilmədim. bax. Çünki həcm məsələsini bax bitlə alırıq. Biz piksel məsələlərdə nə yazırıq? Bit. Bizim aldığımız cavab olur bitlə. Görürəm ki, 2 üstündə 14 bit cavabı yoxdur. Düzdür? Deməli, mən bunu nəyə çevirməliyəm? Yerdə qalır baytlar. Bayta çevirdim. 2-nin kubuna böldüm. Hə, bildim həmin, başa O düşdüm. da bizə verir 2 üstündə 11. Təşəkkür. Sonra 44. Deyir ki, hansı tətbiqi proqram deyil? Tətbiqi proqram deyil. Bir isə WinZip. WinZip proqramı sistem proqram təminatına aiddir və arxivləşmə proqramıdır. Servis proqram təminatıdır. Bu getdi, bu getdi, bu getdi, bu da getdi. Belə. Növbəti 45-ci sual. Demək. Deyir ki, fikirlərdən hansılar yanlışdır? İşçi vərəqin adı boş ola bilməz. Bu doğrudur. İşçi vərəqin adı boş saxlanıla bilməz. Bircə dəqiqə bu nəsə error verdi yenə. Qoyun daxil olaq Google-dakına. Hə. Bu niyə belə tutulur tez-tez anlamıram. Bilirsiniz? Səsimi Eşidirik eşidirsiniz? yəni mənə. Bəli, Hə. bəli, eşidirik. Demək, işçi vərəqin adı boş ola bilməz. Biz bildirmişdik ki, işçi vərəqin adı həqiqətən də boş saxlanıla bilməz. Hətta biz işçi vərəqə daxil olsaq, baxın, bizə məhdudiyyətə qoyur. Deyir ki, maksimum 31 dənə simvoldan istifadə edə bilərsən. Qoşa nöqtə, sola drop, sağa, ulduz işarəsi, sual, düz, kvadrat mötərizələr ola bilməzlər. Və you didn't left the name black. Deyir, adı da boş saxlanıla bilməz. Vəsə. İndi gəlin tapaq. İşçi vərəqin adındakı simvolların maksimal sayı 255-dir. Xeyr, 31 olmalıdır. Deməli ki, burada yanlışdır. 2 ilə başlayan cavabımız ya C-dir, ya da Y-dir. İşçi vərəqlərin sayı 3-dən az ola bilər. Bəli, ola bilər. Düzdür. Yeni vərəq yaratmaq üçün Shift F11 düymələrindən istifadə olunur. Doğrudur. İşçi vərəqin adında bu simvollardan başqa digər simvollar istifadə etmək olmaz. Xeyr. Yalnız bu simvollar istifadə etmək olmaz. Qalan digərlərini isə istifadə etmək olar. Deməli, burada yanlış cavab C variantıdır. Gəldik 46-cı suala. Doğru olmayan fikirləri müəyyən edin. Vektorlu faillər rasterlı faillərin nisbətən daha az yer tutur. Bu doğrudur. Düzdür. Vektor qrafikası raster qrafikası nisbətən yaddaşa daha az yer tutur. Çünki raster qrafikası piksellərdən təşkil olunub deyə, vektor qrafikası da düz xətlərdən təşkil olunub deyə, istər-istəməz vektor rastera nisbətən yaddaşa daha az yer tutur.
Raster təsvirləri çox hallarda vektora ixrac etmək mümkün olmur. Doğrudur. İnternetdə əsasən raster təsvirləri icra olunur. Doğrudur. Adobe Streamline, Corel Trace proqramları vektor təsvirləri rastera çevirmək üçün istifadə olunur. Vektor təsvirləri yox. Rasterdan vektora çevirmək üçün vektorizatorlardan istifadə olunur. Burada tərsinə olmalı idi. Rasterdan vektora keçirmək üçün Adobe Streamline və Corel Trace proqramlarından istifadə olunur. Növbəti yazıb ki, raster qrafikasında təsvirin əsas elementi xətt. Xeyr, raster qrafikasında təsvirin əsas elementi nöqtələrdir. Vektor qrafikasında isə xətlərdir. Burada da yerləri tərsinə verilibdir. Deməli, doğru olmayan fikirlər hansılar oldu? 4-dən 5. Yerləri tərsinə verilibdir. Raster əvəzinə vektor yazmalıydı, vektor əvəzinə raster. 47-ci sual. Count ədədlərin sayıdır. Count A1, B2. A1-dən B2-yə qədər baxın buradır. Buradakı ədədlərimiz hansılardır? Yalnız 20-dir. Deməli, count A1, B2-də bizim sayacağımız ədəd yalnız 20-dir. Dırnaq arasında 5 burada. Mətn tipində də, true da mətn tipindədir. True demişik ki, cədvəl daxilində olanda nəzərə almırsan. Amma şərt daxilində, funksiya daxilində olanda isə nəzərə alırsan. True 1 deməkdir. 7 deyilir, 7 deməkdir. Dırnaq arasında şərt daxilində verilən ədədlər mətn tipindədir. Buraya yazdım mətn. Dırnaq arasında 8 ədəddir. Yazdım 8. Bizdən necəmi soruşur ki, count. Nə qədər ədəd var? 20, 1, 7 və 8. Ümumilikdə 4 dənə ədəd verir. Cavabımız oldu 4. Növbəti, fərdi kompüterlərdə sistem blokuna aid olmayanlar seçin. Sistem blokuna aid olmayanlar streamerdir, köhnə toy kasetləridir, plotterdir, qrafika planşetdir. 3, 5, 6. Bunlar sistem blokunda yerləşmirlər. Amma prosesor yerləşir, HDD yerləşir, anakartda yerləşir. Yerləşməyənlər hansılardır? 3, 5 və 6. Növbəti 49-cu sual. Standart lokal şəbəkələr. Standart lokal şəbəkələrə nələr aiddir? Bunu da istəyirəm ki, sizə göstərim. Standart lokal şəbəkələrə aiddir. Ethernet, Fast Ethernet, Token Ring, FTDI, ARPANET və 100 VGN LAN. Standart lokal şəbəkələr. Ethernet, Fast Ethernet, Token Ring, FTDI, 100 VGN LAN, ARPANET, bir də klient server texnologiyası. Gəldik 50-ci suala. Birinci nəsil, ikinci nəsil, üçüncü nəsil. Birinci nəsil olubdur elektron lampalar. Birə aiddir Y. İkinci nəsildə olubdur tranzistorlar, diodlar. 2-yə aiddir A. Üçüncü nəsildə də olmuşdur integral sistemlər. 3-ə də aiddir C. Fərdi kompüterlər aiddir 4-cü nəslə. Burada əslində ikinci nəsildə yarım keçiricilər də aiddir ha. Mən onu da götürmüşəm, düzdür. Elə onu deyəcəkdim. Gördüm ki, burada ayrı-ayrılıq da veriblər. Gözdən baxın bu cür. Ola bilər ki, göstərmək üçün veriblər, müəllim. Baxın bu cür olacaqdır. Deməli, birinci nəslə aiddir elektron lampalar. İkinci nəslə aiddir həm tranzistorlar, həm yarım keçirici diodlar. A-dir. Üçüncü nəsildə olacaqdır integral sxemlər. C. Fərdi kompüterlər aiddir 4-cü nəslə. Heç biz 49-cu sualın cavabını demədik. FTDI, Token Ring, bir də Enilan. Enilan, bəli. Belə. Bununla da bizim artıq üyüsü 11-imiz bitdi. Maraqlı suallar var idi mi? Bəli, var idi. İndi baxaq üyüsü 12-yə.
Start menüsünün kontekst menüsünü açmaq üçün hansı klaviatura düyməsindən istifadə olunur? Winx düymələrindən istifadə olunur. Start menüsünün kontekst menüsünü açmaq üçün. Baxın, açdıq. Winx düyməsi. Start menüsünün özündə kontekst menüsü var. Startın üzərinə gəlirsən, mouse'un sağ düyməsini kliklədikdə belə bir kontekst menü açılır. Bunun da klaviatura qısa yol düyməsi Winx düyməsidir. C variantı. Bu 11-də də aiddir müəllimə. Bəli, Burada 11-də də 17 var. Bəli, 11-də də var. 11 üçün də eynidir bu. 27-ci sual. Alqoritmin müəyyənlik xassəsi və yaxud da determinlik xassəsi. Alqoritmin müəyyənlik xassəsi budur ki, hər bir addım qəti və bir mənalı olmalıdır. B variantı. Alqoritmin cəmsi 4 dənə xassəsi var idi. Nəticəvilik, kütləvilik, diskretlik, determinlik və yaxud da ki, müəyyənlik. Determinlik və ya müəyyənlik dediyimiz hər bir addım qəti və bir mənalı olmalıdır. Nəticəvilik xassəsi hər bir alqoritmin nəticəsi olmalıdır, sonu olmalıdır. Kütləvilik xassəsi bir məsələnin həlli o tipdən olan bütün məsələlərin həllində ödənməlidir. Və gəldik ən sonuncu diskretlik xassəsinə, hər bir addım ayrı-ayrı addımlardan ibarət olmalıdır. 28-ci sual. Demək, 2 üstündə 8, 2 üstündə 7, 2 üstündə aha. Deməli, baxın, burada bizə verilibdir 1 vur 2 üstü 8, 1 vur 2 üstündə 7. Deməli, bu bizə hansı ədəməli gətirir? Bax, 1, 1, 1, 2 üstü 5 iştirak etmirdi, yanı yazacağım 0. Sonra 1, 1, 1, 1, 4, 3, 2, 1, bir dənə də yanına 0. Bu ədədin əslində əsl forması belədir. Bunu keçirdiblər onluq say sisteminə. Əgər mən yuxarısına 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 yazsam, bax, yuxarıdakı ifadənin açılışını alaram. Ona görə də elə bir dəfəlik mən rahat şəkildə belə yazdım. Deyək ki, gəl, bu ədədi çevir 16-lıq say sisteminə. 16-lıq say sisteminə keçirmənin qaydası necə idi? Sondan başlayıb 4 ayırardım. Buradan 4, buradan da 4. Bu, elə bir ki, 4-ü tamamlamaq üçün əlavə olaraq əvvəlinə sıfırlar artırdım. Və qaydamız buydu ki, 2-dən 16-lığa keçəndə gəlirsən, hər birinin başına 8, 4, 2, 1 yazırsan. Və daha sonra sıfırların üstündən geçəcəni xətt çəkirsən. Və hər bir sərhəddə də birin qüvvətini toplayırsan. Burada yalnız qaldı 1. Sonra 8, 4, 1. 8, 4, 1-in cəmi bizə verir. 8, 4, 12, üzərinə 1 gəldi 13. 13 də 16-lıq say sistemində dedik. Və 8, 4, 2 də bizə verir cəmi 14. 14 də 16-lıq say sistemində 7. Olacaqdır 1, D, Y, 16-lıqda. Yəni, cavabımız olacaqdır D variantı. Sonra 29-cu sual. Abzasın sol tərəfi düz, sağ tərəfi çıxıntılı olarsa, düzləndirmə nəyə əsasən aparılmışdır? Abzasın deyir sol tərəfi düzdür, sağ tərəfi də çıxıntılıdır. Deməli, bu sola doğru aparılıb da. Sol tərəfə doğru düzləndirmə. Bu nədir? Bu, baxın bu da paraqraf lent qrupunda yerləşən sağa doğru, mərkəzə doğru, hər iki tərəfə doğru və sola doğru düzləndirmələrdir. Növbəti. Deyir, sözün altında qırmızı dalğalı xəttlər çəkilibsə, bu hansı mənanı ifadə edir? Qırmızı dalğalı xəttlər çəkilibsə, burada sözün yazılışında problem var deməkdir. Sözün yazılışındakı orfoqrafikdir. Amma göy dalğalı xəttlər çəkilsəydi, bu olardı qrammatik. Göy. Göy qrammatikdir, yəni qaydada səhv var deməkdir. Sonra baxaq 31-ci suala. Aşağıdakılardan hansı asi modelinin səviyyəsi deyil? Asi modelinin səviyyələrinə funksiya sınıd aid idi. Funksiya sınıd.
fiziki, kanal, şəbəkə, nəqliyyat, seans, tətbiqi və nümayiş. Buna görə proqram səviyyəsi yoxdur. Sonra növbəti baxaq 32-ci suala. Sahə tipi deyil. Aksessin sahə tiplərinə aid idi. Hyperlink, yes, no, currency, long text. Bu da bəs hardadır deyərsiniz. Bunu da gəlin göstərim. Göstərmişəm, yenə göstərəcəm, imtahana qədər də göstərəcəm. Əsas sahə tiplərinə aiddir. Text, memo, number, date time, currency, out number, yes, no, all object və hyperlink. Burada olmayan hansıydı? Tables yoxdur. D variantı. Sonra gəldi 33-cü sual. 33-cü sualda deyir ki, alqoritmin yerinə yetirilməsi nəticəsində 17 qiyməti almışdır. Alqoritmin yerinə yetirilməsinə qədər x-in qiymətini hesablayın. Biz bu tip suallarda nə edirik? Əgər nəticəsində sözü yazılırdısa, gəlib sondan əvvəl doğru işləyirdik. Deməli, sondakı y-in qiyməti olmuşdur 17. 17 nəyə bərabərdir? 17 bərabərdir x plus y-ə. Gətirib bir mərhələ qalxacam yuxarı x, y-dən əvəz edəcəm. Buradakı x-in yerinə y-7 yazacağam. Niyə? Çünki bu iki dəyişənlidir. Mən gərək riyaziyyatdan bildiyim əvəz etmə üsulundan həll edim ki, bu misalı tapa bilim. Və yazacağıq. 17 bərabərdir. X-in yerinə yazılacaqdır y-7. Bu y-də olduğu kimi qalacaq. Alırıq buradan tənliyimizi həll etsək. 2y bərabərdir 24-ə. Y-də tapırıq 12. Və artıq biz ikinci mərhələni icra etdik deyə bir mərhələdə qalxırıq yuxarı, aldığımız y-in qiymətini lap yuxarıda qoyuruq. Hansısa ədədin üzərinə 4 gələndə 12 alınar, 8-in üzərinə gəldikdə biz y-i 12 alarıq və bizdən də x-in başlanğıc qiymətini istəyir. X-in də deməli, başlanğıc qiyməti 8-dir. Bu tip sualları həmişə eyni cür həll eləmişik. Sonra 34. Hər hansı qovluqda bu faylı saxlanmışdır. Həmin faylı bu qovluqda yaradılmış alt qovluğa daşıdıqdan sonra yadınıza saxlayın ki, hər zaman bu tipli suallarda bu fayldır. Fayldan öncəki gələn qovluq yeni yaradılan qovluqdur. Fayldan öncəki gələn qovluq yeni yaradılan qovluqdur. Bizdə də deyir ki, yer dəyişməyə qədər, yəni əvvəlki variantını tap. Əvvəl qəbul yox idi, qəbul sonradan yaradıldı. Bizdə də qovluğun deyir tam yolu necə idi? Qovluğun tam yolu. Qovluğun tam yolu qovluğa qədər olan hissədir. Bu cür olacaq. C. Magistr nəticələr. Bəs yaxşı, nə zaman faylın adını da götürərdik? Əgər bizə desəydi ki, faylın tam yolu, fayla qədər gələn tam yol, o zaman faylın adını da götürərdik. Fayla qədər gələn yolda faylın adı götürülmür. Bir dənə faylın tam adında faylın adı götürülür. Gəldik 35-ci suala. Deyir, cədvəli verilmişdir. Sonra bizdən nə istənilir ki? Deyir ki, bu cədvələ əsasən aşağıda yazılmış sorğuya neçə cədvəl, neçə sahə yazıdan ibarət olacaqdır. Yeni cədvəl neçə sahə və yazıdan ibarət olacaqdır. Mənim orada quş olanlar sahə sayılır. Mən Aha, bəli. Birini bu tərəfdə veriblər, birini o tərəfdə deyə istərsəmiz qarşılıq yaranacaq. Deməli, baxın, mənim sütunlarım söhbət nədən gedəcək? Mənim sütunlarım olacaqdır quş olanlar. ID, ad, soyad, informatika. Deməli, məndə olacaqdır 4 dənə sütun, yəni 4 dənə sahə.
1, 2, 3 dənə. Bu digər C ilə D ilə çıxdım. Mhm. Gərək onda mən bunları bir-bir hesablayam, ya Rəbbim. İnformatika 23-dən böyük olanlar. İnformatika 23-dən böyük olanlar. Çünki burada deyir ki, gəl informatikanı 23-dən böyük olanları tap. Olacaqdır elə özü böyük bərabər deyir. Bu, bu, bu. 3 dənəsi. 2, 3, 6. Sonra deyir ki, gəl məntiqi 44-dən 50-nin arasında yerləşsin. O bizə aid deyil axı. Biz ancaq informatikanı tapmalıyıq da Həcər müəllimə. Orada çünki Boş olanlara görə deyirsən. Əslində hə. yəni Boş bizə olanlara ehtiyac görə deyil ki. deyirsən. Nə qədər sətr ödəndi yaxşı? 1, 2, 3 dənə sətr. 3 dənə 3 sətr. dənə. 4 dənə sahə, 3 dənə yazı. 4 sahə 3 yaz. 4 sahə, 3 yazı. Yəni orada heç hesaba ehtiyac yoxdur. Orada özü Boşa göstərirdi görə də onu. tapırıq. Hə, heç nə. Tapdıq. 4 sahə, 3 yazı. 3 dənə yazı. Baxaq 36-cı suala. Deyir ki, göstərilən blokun alqoritmin qrafik təsvirində təyinatı nədir? Paralelogramdır. Paralelogramdakı verilənlərin daxil edilməsi və yaxud da ki, xaric edilməsi. C variantı. Həm daxil edə bilər, həm də xaric edə bilər. 37. Verilmiş funksiyalardan hansının qiyməti 0-a bərabərdir? Hansının qiyməti deyir 0-a bərabərdir. O saat gözüm burada D variantını gördü. Niyə? Produkt hasil deməkdir. Düzdürmü? Burada da false var. False nədir? 0. 0-ı nəyə vursaq zaten 0 alınacaq. Ona görə də cavabımız olacaqdır. Burada D variantı produkt. Otuz 38. Deyir, yaddaş daxili və xarici olmaqla 2 yerə bölünür. Doğrudur. Daxili yaddaş var, xarici yaddaş var. Birinci düzdür. Sistem işini prosesorla, periferiya qurulur. Xeyr, sistem işini. Sistem işini prosesorla yaddaş. Qoyun bu ikinci qalsın. Çevik disk 1,44 kilobayta malikdir. Xeyr, çevik disk 1,44 megabaytdır. Üçüncü yanlışdır. Buradan 3 çıxdı, bu çıxdı, bu çıxdı. KMOS əməli yaddaşın daxilində yerləşir. KMOS, xeyr, KMOS daimi yaddaşın daxilində yerləşir. Yanlışdır. Prosesor hesab və məntiq əməliyyatlarını yerinə yetirir. 5-də doğrudur. Sistem şin naqillər yığınıdır. Və yaddaş periferiya qurğularını əlaqələndirir. Avtomatik olaraq naqillər yığını olduğuna görə və ana plat üzərində yerləşdiyinə görə 2-ni doğru qəbul edə bilərik. Məntiqlə baxsaq. 2 doğru qəbul olunur. 1, 2, 5 olacaqdır bizim cavab. Sonra 39. 39 nə sualdır? Spelling and grammar. Hə, deyir buradan hara? Bu pəncərəni açmaq üçün hara daxil olmaq lazımdır? Review tabıdır da bu. Baxın, review tabına gəlin daxil olaq. Review tabı. Burada spelling and grammar var. Məsələn, yazıram. She, are, B, A, U, T, J. Nə oldu? Səhvlik oldu. Sözü səhv yazdım deyə qırmızı çəkdi. Qrammatikasını səhv elədim deyə göy xəttlər çəkdi. Və gəlsəm spelling and grammar-ı klikləsəm belə bir pəncərə açılır. Bu pəncərədən biz nəyə daxil olaq ki, sırf o bizim üçün açılsın? Yəni bir sözlə bu spelling and grammar-ın yerləşdiyi tab review tabıdır. Review tabı. Bu əvvəllər belə deyildi, bu indi dəyişibdir.
Sonra 40-cı sual. Mətn fraqmentinə şərhlər artırmaq üçün hansı lent tabu nəmrindən istifadə olunur? Şərhlər artırmaq üçün insertdən də istifadə olunur. Word-dən yəqin ki sualdır. Word-dən sualdır. Bax, insert tabında da şərhlər var, kommentlər. Bir də review tabında da kommentlər var. Bu bizdə nə istəyir ki? Review tabı da var da cavabda. Şərhlər artırmaq üçün. Amma biz buradan insertdən əlavə edirik. Bu nə gözəl sualdır. Şərhləri artırır. Şərhləri artırmaq olacaqdır artıq review tabından. Niyə görə review tabıdır? Biz insert tabından şərhin özünü əlavə edirik. Komment hissəsindən. Amma mən gəlirəm artıq burada review tabında isə gəlirəm, məsələn, delete edirəm, növbətisinə keçirəm. Yenə də bax, burada şərhlərin belə deyək də, daha belə artığını görürəm. Həm şərhi silə bilirəm, həm öncəki şərhə, növbəti şərhə keçirə bilirəm. Amma bir dənə insert tabında təkcə şərh əlavə edirsən. Ətrafı yoxdur. Burada da bizə şərh artırmaq deyir. Review'da. 41. 41-ci sual yenə də deyir ki, öz üzərində saxlayan əlavə bir lent başlığı. Görən kimi ağlımıza gələn outline olmalıdır. Çünki outline-da outlining lent qrupu açılır. 42. Verilmiş lent qruplarının hansı layout lent tabına aiddir? Daxil olduq Word-ə. Word-ün layoutunda 3 dənə lent qrupu yerləşir. Page setup, paragraf, arrange. Burada görüm hansı var? Arrange. Cavabımız olur D variantı. Növbəti 43-cü sual əməliyyat sistemləri ilə bağlı bir sualdır. Mən daxil olmaq istəyirəm kitaba, həmin dərs açmaq istəyirəm sizin üçün ki, təkrar etmiş olaq. Əməliyyat sistemlərinin istifadəçilərin sayına görə bir istifadəçili, çox istifadəçilər. Məsələlərinin sayına görə bir məsəlli, çox məsəlli. Prosesorların sayına görə bir prosesorlu, çox prosesorlu. Prosesorların mərtəbələrinin sayına görə 8, 16, 32, 64. İnterfeysin tipinə görə əmrli obyekt yönlü. İnformasiya emalı rejiminə görə paket emalı, vaxt bölgülü, real vaxt miqyaslı. Flash adının istifadəsinin tipinə görə şəbəkə lokal. Bizdə sualda nə istəyirdi? İstifadəçi interfeysin tipinə görə. Baxın, istifadəçi interfeysin tipinə görə 2 cürdür. Əmrli və obyekt yönlü. Əmrli obyekt yönlü C variantı. Növbəti 44-cü sual. Verilmiş lent qrupu hansı lent tabına aiddir? Təbii ki də bu olacaqdır insert. Bu asan deyə tapmaq. Niyə görə? Word, text box, bunlar hamısı insertdən əlavə olunur. Word-a daxil olaq, yenə də göstərək ki, məlumatımız olsun. Baxın, text lent qrupu. Haradadır? Insertdə. Sonra, bu da gözəl sualdır. 45-ci sual gözəl sualdır. Mətn prosesorunun hansı görünüş rejimlərində qrafik obyektlər görsənmir? Çox gözəl sualdır. Bax, mən Word-a daxil oluram və Word-dən gəlirəm, belə deyək, ürək daxil edirəm. View-ya daxil oldum. Bu print layout-da təbii ki də görsənəcək. Read moda daxil oluram, read modda bu ürəyim görsənir. Web layout-a daxil oluram, web layout-da da görsənir. Outline-a daxil oluram, görsənmir. Və yaxud da ki, daxil oluram draft-da, draft-da görsənmir. Görsənməyən görünüş rejimləri olacaqdır bir outline, bir də draft. Outline, draft 3-4 var. Bəli var, D variantı. 46. Yeni slayd. Dəfələrlə demişəm, yenə də deyəcəm. Yeni slayd əlavə etmək üçün istifadə olunan klaviatura düyməsi Ctrl-M-dır. Maşın. Ctrl-N. Bu olur yeni prezentasiya sənədi. Yeni prezentasiya sənədi. Prezentasiya sənədi. Deməli, heç götürülməz.
Yeni slayd həmçinin Home və Insert tabından əlavə olunur. Home Insert var. Baxın 5-də var. 1-5 aiddir. 6 aiddir. File tabına New getdi. Burada New yeni prezentasiya sənədi. Prezentasiya sənədi. Hər hansı bir slaydı seçib Enter düyməsini vurmaqla da, bəli, biz yeni bir slayd yarada bilərik. Daxil oluram bura və gəlirəm buradan Enter düymələrini klikləyirəm. Nə olur? Əlavə edir. 1, 5, 6 doğrudur. 47. Müxtəlif düsturlar əlavə etmək üçün. Düsturlar təbii ki də equation-dan əlavə olunur. 4-cü. 48. Review lent tabının Proofing lent qrupuna aid olan düymə və əmrlər vasitəsilə icrası mümkün olmayan əməliyyatları seçin. Biz Review tabına gəlin baxaq ilk öncə. Review tabının Proofing lent qrupunda nələr var? Spelling and Grammar, Thesaurus, Word Count. Spelling and Grammar sözlərin leksik və qrammatik səhvlərin tapılmasıdır. Thesaurus sözlərin sinonimini göstərir. Word Count-dakı sözlərin sayları ilə, abzasların sayları ilə və s. məşğuldur. Orfoqrafik, qrafik səhvlərin düzəldilməsi aiddir. 1 doğrudur. Seçilmiş sözlərin sinonimi. Bəli, bu Thesaurusdur. Düzdür. Seçilmiş sözün başqa dilə tərcümə edilməsi xeyr. Biz bunu review'dan edirik. Amma Proofing lent qrupunda etmirik. Biz bunu edirik Language lent qrupunda. Amma bizdən istənilən şərtdə Proofing lent qrupu olmalıdır. Deməli 3 səhvdir. Word proqram pəncərəsinin interfeys dilindən qətiyyən yanlışdır. Sənəddə olan cəzbə diaqram qətiyyən yanlışdır. Obyektlərin avtomatik adlandırılması heç belə bir şey adlandırılması desəydi, bu olardı reference tabı. Burada deməli yanlışlar nələr oldu? 3, 4, 5. Növbəti 49-cu sual. Deyir, hansı texnologiyalardan istifadə olunur? Drag and drop texnologiyası. Biz bunu Windows 11-i keçəndə ən sonuncu səhifəsində idi. Olay texnologiyası. Bu da plug and play texnologiyası. Drag and drop sürüklüyüb atmaq texnologiyasıdır. Olay bir proqramın daxilində başqa bir proqram açır. Plug and play-dəki nə edir? Qurğuların avtomatik sazlanması üçündür. Yəni, avtomatik olaraq quraşdırılması üçün istifadə olunan bir texnologiyadır. Cavabımız oldu burada 1, 3, 5. UPS şəbəkənin qurğusudur. EXT deyilən bir şey yoxdur. SQL-dəki proqramlaşdırma dilidir. 50-ci sual. Start menüsünü açır. Start menüsünü açan Control Escape-dir. Baxın, mən Control Escape-i klikləsəm, avtomatik olaraq Start menüsü açılır. Demək, biri aiddir B. İstifadəçiliyə söhbət əsaslı interfeys tətbiq edir, yəni Caplot. Bax, burada da mənim Caplot proqramım var, görürsünüz, Caplot. Caplot da, belə deyək də, qısa yol düyməsi 1-ci. Bu C-ni Caplotdan yadınızda saxlayın. 2 aiddir Y. Clipboard-dakı dəfələrlə bildirmişəm, mübadilə buferidir, Win V düymələridir, 3-ə də aiddir. Belə, deməli, A-nı çıxdıq, Y-ni çıxdıq, B-ni çıxdıq. Alt F4 düyməsi close bildirir. Close. Ctrl C-ni də bilməyən, məncə heç informatikanı gedib imtahan verməsin. Copy-ni bildirir.